Sonra gəldik, deməli Azərbaycanda xanlıqlar dövrü, Azərbaycanda vahid dövlətin olmadığı bir dönəm gedir. Burdan çox elə bir toxunulası bir şey yoxdur əslinə qalsa. Sadəcə Azərbaycanda şimal xanlıqlara baxarsınız, cənub xanlıqlara baxarsınız ki, cənubda olan xanlıqlar Araz çayından aşağıda. Adlarını yadda saxlayarsınız. Məsələn, orada sual düşə bilər ki, biri şimal xanlığına aid deyil və yaxud da biri cənub xanlığına aid deyil. Bu tipli düşə bilər sual. Onların adlarına baxarsınız. Sonra AXC. Deməli, Azərbaycanda 1828-ci ildən bəri dövlət yox idi. Ta ki, nə vaxta kimi Azərbaycanda AXC yaranana qədər. AXC Tiflisdə yaranmağına baxmayaraq, Tiflis paytaxt sayılmır. Yəni Tiflis qətiyyən paytaxt götürmürük. Sual verilsə ki, Azərbaycanın AXC-nin müvəqqəti paytaxtı hara idi? Bu zaman Gəncəni götürəcəksiniz müvəqqəti olaraq. Bakı nə vaxt paytaxt oldu? Bakı keçən dəfə demişdim bunu, bəlkə yadınızda qalıb. Deməli, sentyabrın 15-də Bakı azad olunur. Bolşeviklərin əlində idi və bolşeviklərdən azad olunur. Nəticədə sentyabrın 17-si paytaxt Bakı olur. Sual versələr ki, sual düşsə ki, 15 sentyabr nə günüdür? Bir, Bakının azad olunması günü, bir də bilik günüdür. Bir də günlərə yaxşı baxarsınız. Məsələn, 15 iyun Qurtuluş günüdür. 17 noyabr Dirçəliş günü. 31 dekabr Həmrəylik günü və bunların tarixlərinə də baxın. Həmrəylik günü 1989 ilə bağlıdır. Azərbaycanda adı dəyişdirilən bayramlar deyəndə hansı bayramlar nəzərdə tutulur? Yadınızdadırmı bu? Qeyd edirəm. Azərbaycanda adı dəyişdirilən 2 bayram var. Bir, 28 may əvvəl Respublika günü idi, indi müstəqillik günüdür. Bir, 18 oktyabr əvvəl müstəqillik günü idi, indi isə müstəqilliyin bərpası günü adlanır. Deməli, 28 may AXC-nin yaranması tarixidir, 1918-ci il. 18 oktyabr 1991-ci ildə müstəqilliyimizin yenidən bərpa olunması kimi, yəni SSR-nin süqutundan sonra müstəqilliyimizi qazanmağımız kimi gedir. Bundan əlavə, Azərbaycanda son yaradılan bayram 20 sentyabr suverenlik günümüzdür. Buna da həm tarixə bağlanır bu məlumatlar, həm də dünya görüşünə. Ona görə hər iki tərəfdən məlumat vermək istəyirəm. AXC dönəmində 5 hökumət kabineti olubdur. Hökumət kabinetlərinin 3-ünə Xoyski rəhbərlik edib, Fətəlixan Xoyski. İkisinə, son 4-cüsünə, 5-cisinə isə Nəsib bəy Yusifbəyli. Qeyd edim ki, 6-cını yaratmaq istəsələr də 6-cı yaradıla bilmir. Yəni cəhd eləsələr də yarada bilmirlər 6-cı hökumət kabineti. Burada şəxsiyyətlərin adına baxın. AXC-nin bütün şəxsiyyətləri Azərbaycan üçün vacibli şəxsləri sayılır. Xoyskisi, Məmməd Əmin Rəsulzadəsi, Topçubaşov, Əlmərdan bəy Topçubaşov parlamentin sədri olubdur Azərbaycanda. Və ilk dəfə Azərbaycanda Milli Məclis və yaxud da parlament nə vaxt yaranıb? 1918-ci ildə, dekabrın 7-si yaranıbdır. Elə onun da görkəmli nümayəndəsi hüquqşünas Topçubaşov. Sonra Həsən bəy Ağayev olsun. Həsən bəy Ağayev bunun müavini olubdur Topçubaşovun. Daha sonra Xarici İşlər Nazirimiz olsun. Hadzinski, Xarici İşlər Nazirimiz. Və bir də yəni bu şəxsiyyətlərə baxın da. Yəni qısası bu şəxsiyyətləri bilməlisiniz ki, hansı sahədə olubdur. Məsələn, sual düşə bilər ki, Azərbaycan Daxili İşlər Naziri kim olub? Azərbaycan Xarici İşlər Naziri kim olubdur? Bu tipli sual qabağınıza çıxsa, son Azərbaycan Respublikası nəzərdə tutulmur ha. Azərbaycan deyirsə, AXC-dən başlayacaqsınız. Amma yox, deyəsə ki, Azərbaycan Respublikasının ilk Xarici İşlər Naziri o ayrı sualdır. Bir də AXC sonda dayandı. Deməli, Azərbaycanda bir də İlham Əliyevin, Heydər Əliyevin dönəminə diqqətli olun. Heydər Əliyevin dönəmindən qısaca bəhs eləmək istəyirəm. Hakimiyyəti dönəminə 3 yerə ayrılırlar. Bir, Azərbaycan SSR-yə rəhbərliyi dönəmi gedir. Burada katib vəzifəsini daşıyırdı. 1969-dan 1982-ci ilə qədər. Bu, Heydər Əliyevin birinci rəhbərliyi dönəmi gedir. Bax, sualı belə sala bilər.
birinci rəhbərlik dönəmi. Bu dövrdə nə olubdu? Bu dövrdə məsələn Azərbaycan SSR-nin 3-cü konstitusiyası qəbul olunub 78-ci ildə. Mədəniyyət sahəsində bir çox elm xadimlərinin yubileyləri keçirilibdi. Məhəmməd Füzuli, Nizami Gəncəvinin, Molla Pənah Vaqifin poeziya günləri, sonra Hüseyn Cavidin nəşi gətirilibdi İrkutsk vilayətindən, Naxçıvanda dəfn olunubdu. Əlavə olaraq həmçinin iqtisadi sahədə quruculuq işləri görülübdü. Məsələn, yeni qəsəbələr saldırıb Hövsan, Əhmədli, Həzəstanov da salmışdı. Elə o vaxt Heydər Əliyevin dönəminə düşür. Bu yeni qəsəbələrin salınması bax bunun birinci rəhbərlik dönəminə aiddir. Yollar çəkildi Xankəndinə. Həmçinin Şuşada Natəvanın ev muzeyi yaradıldı. Natəvan da xan qızı deyirik, həmin şəxs. Vaqifin, Üzeyir Hacıbəylinin ev muzeyləri yaradıldı Şuşada. Bu abidələrin tikilməsi birinci rəhbərlik dönəmidir. Və ikinci rəhbərlik dönəminə deyəndə Azərbaycan Respublikasının prezidentliyi dönəmindən söhbət gedir artıq. Bu isə birinci prezidentliyi 93-cü ildən 98-ci ilə qədər 5 il müddətində olubdur. Və Heydər Əliyevin birinci prezidentliyi dövründə Azərbaycanın yenidən quruculuğu dönəminə düşdüyünə görə bir çox hadisələr bunun adı ilə bağlıdır. Məsələn, olsun Ombudsman təsisatının yaranması, daha sonra torpaq islahatının keçirilməsi, Azərbaycanda uğurlu torpaq islahatı və yaxud da xarici ilk əlaqələrin yaradılması, məsələn, xarici Amerika ilə olsun, Fransa ilə olsun, ilk dəfə Fransaya səfər edibdi. Xarici əlaqələrin yaranması bu birinci mərhələyə düşür. Birinci prezidentliyi dönəminə düşür daha doğrusu. Sonra ikinci prezidentliyi dönəmi isə 98-ci ildən 2003-cü ilə qədər olan dönəmdir. Və burada isə Azərbaycanda məsələn yeni neft layihələrinin işlənməsi. Əslində birincində işlənmişdi. 94-cü il əsrin müqaviləsini mütləq yadda saxlayın. Çox vacibli bir layihədir bu. Əsrin müqaviləsi neft sahəsində Azərbaycan neftinin pay bölgüsü ilə bağlı bir işdir, layihə idi. Və bura böyük məbləğdə xarici şirkətlər maliyyə qoydu və Azərbaycan da bunun qarşılığında onlara daha aşağı qiymətə neftin satışını təmin elədi. Azərbaycanda çıxarılan neft əsas neft yataqları Günəşli, Çıraqlı, Azəri, Çıraq, Günəşli. Elə bir ardıcıl deməliyəm. Azəri, Çıraq, Günəşli neft yataqlarıdır ki, yadınıza düşür bu sual. Azərbaycanda olan neft yatağı və yaxud da qaz yatağı. Qaz yatağı isə Şahdəniz 1, Şahdəniz 2. Ən məşhurları bunlardır. Bunların işlənməsi Heydər Əliyevin dövründən. Sonra Qarabağ müharibəsinin birinci mərhələsinin bitməsi Heydər Əliyevin dönəmidir ki, 94-cü ildə Bişkek müqaviləsi ilə bitdi. Səhifimi düzərdim, sülh deyil. Atəşkəs müqaviləsidir. Daha sonra buradan əlavə olaraq nə deyə bilərəm? Məsələn, ATƏT-in Minsk qrupunun yaradılması, həm sədrlər təsisatının yaradılması Heydər Əliyevin təşəbbüsü ilə 94-cü ildə Budapeşt sammitində yaradıldı. Minsk qrupu bilirsiniz də, bunu siz təşkilatlarda da keçəcəksiniz. Məlumat verin buna görə. Minsk qrupu Azərbaycan Dağlıq Qarabağ məsələsinin həll edilməsi ilə bağlı, sülh yolu ilə həll edilməsi ilə bağlı yaradılan bir qrup idi. Onun da həm sədrlər təsisatı deyəndə 3 dənə dövlət nəzərdə tutulur. Fransa, Amerika, bir də Rusiya. Bu 3 dənə dövlət nəzərdə tutulur. Və bunun ardınca bir də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi isə ATƏT-in İstanbul sammitində qərarı alınır və davamınca ikinci prezidentlik dövründə başlanılır. İlham Əliyevin dövründə başa çatır Bakı-Tbilisi-Ceyhanın çəkilməsi. İlham Əliyevin dönəmində nələrə baxacağıq? İlham Əliyevin dönəmində isə atasının siyasətini davam elətdirib, yəni Heydər Əliyevin siyasətini davam elətdirib və daha çox quruculuq işlərindən yadda qalır. İlham Əliyev öz dövrünü, deməli,
Əslində onun mərhələlərə bölünürdü. Amma yeni bir bölgü apardı öz hakimiyyət illərində. O dedi ki, mənim bundan qabaqçı, yəni 2023-cü ilə qədər, 24-cü ilə qədər olan dövrüm, hakimiyyət illərim Qarabağın işğaldan azad olunmasına həsr olunmuşdu. Yəni Qarabağın işğalı uğrunda cəhd eləyirdim. Amma bundan sonrakı prezidentliyim dönəmim ikinci mərhələdə artıq. Bu mərhələdə isə artıq Qarabağın quruculuğudur mənim üçün vacibli olan. Deməli, sual düşsə ki, İlham Əliyevin prezidentliyi məsələn hansı mərhələlərə ayrılır? 2024-cü ilə qədər Qarabağın quruculuq dönəmi, işğaldan azadlığı dönəmi, 24-dən sonra isə quruculuq dönəmi kimi gedir. İlham Əliyevin dövründə bayaq əsrin müqaviləsi dedim. Yeni əsrin müqaviləsi İlham Əliyevin dönəminə aiddir. 2017-ci ildə imzalanıbdı bu müqavilə və qaz kəmərləri, neftin yeni pay bölgüsü aparılır 2017-də və bu bizim üçün daha uğurlu idi, daha xeyirli idi. Yeni əsrin müqaviləsi. Başqa İlham Əliyevlə bağlı bir çox şey var əslində. Onları sadəcə indi sizi yormamaq üçün demirəm. Bir dəfə baxacaqsınız, yadınızda qalacaq. Müstəqillik dönəmimizdə nələr deyə bilərik başqa? Bizim bayrağımız olsun, gerbimiz olsun, himnimiz olsun. Bunların yaradılması AXC dönəmində yaradılıbdı bunlar. Amma bunların yenidən bərpa edilməsi müstəqillik dönəmimizə aiddir. 91-ci ilin fevralın 5-də Azərbaycan bayrağı yenidən bərpa olundu. Amma yaranmağı deyəndə 1918-in noyabrın 9-u götürürük. Bayraq günümüz. Bir dənə bunu da əlavə olum haşiyə kimi. AXC-dən qalma bayramlar. Belə bir sual düşür. AXC-dən qalan 3 dənə bayram. Çoxdur əslində, amma 3-ü qeyri iş günü sayılan bayramlarımız var ki, biri 9 noyabr bayraq günü, 28 may müstəqillik günümüz, 26 iyun silahlı qüvvələr günü. Bunlar AXC-dən qalan bayramlardır. Başqa hansı bayramlar var? Başqa Azərbaycan dili 24 iyun dili günü elan olundu. Sonra parlamentin yaranması günü kimi qeyd olunur 7 dekabr. Bu günlər də vardı. Amma bunlar xüsusi olaraq qeyri-iş günü sayılmır. Deməli, İlham Əliyevin dönəmindən deyirdim. 91-ci ildən deyirdim, üzr istəyirəm. 91-ci ildə daha ardınca gerbimizin və himnimizin bərpası 93-cü ilə təsadüf eləyir, düşür. Və onu da qeyd edeyim ki, bu üç rəmzin üçü də müəlliflik hüququnun obyekti sayıla bilməz. Yəni, bunlar Azərbaycan Respublikasının dövlətinə məxsusdur. Yəni, sual düşsə ki, bəs müəllifi kimdir? Yox, ideya müəllifi deyə bilər. İdeya müəllifi, məsələn, bayrağımızın ideya müəllifi kimdir? Əli bəy Hüseynzadə. Bayrağımızın rənglərini mənalandıran və onu qəbul edilməsi üçün təşrif edən Əli bəy Hüseynzadə olubdur. Sonra Füzuli Axundov isə gerbimizin təsvirini hazırlayan şəxsdir. Himnimizin sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəlliyə aiddir. Əhməd Cavadın isə bu bəstələdiyi şeir İstiqlal Marşı adlanırdı. Deməli, İlham Əliyevin dövründən isə başqa nələr deyə bilərik? Məsələn, burada baxın, qüllələrin salınması, nə deyirik, o qüllələrin adına deyirik. Söz yadımdan çıxdı. Nəysə, qüllələrin salınması, daha sonra Avroviziya binasının tikilməsi, Avroviziya binası 2012-ci ildə tikilən. Ümumiyyətlə, bu infrastrukturlara baxın ki, məsələn, onun dönəmində tikilən abidələr hansıdır? Sualı necə salırlar, qoy deyim. Sualda salırlar ki, məsələn, İlham Əliyevin dönəminə aiddir. Tutaq ki, həmin abidənin salınması İlham Əliyevə yox, Heydər Əliyevə aiddir. Bunu seçə bilməlisiniz. Abidələrə baxın.
Daha bundan başqa bir də prezidentlərimizdən ümumi söz demədim. Prezident Azərbaycanda ilk Azərbaycan Respublikasının prezidenti, yox, üzr istəyirəm, Azərbaycanın prezidenti. Çünki hələ o vaxt respublika yaranmamışdı. 1990-cı ildə may ayında təsis olunubdu Prezidentlik İnstitutu. O da Ayaz Mütəllibovdur, ilk prezident. Və ardınca isə ikinci prezidentimiz Əbülfəz Elçibəydir. Əbülfəz Elçibəy də qısa bir müddətliyə fəaliyyət göstərib 93-cü ilin iyunun 15-nə kimi. Daha sonrası İlham Heydər Əliyev gəlibdi. Heydər Əliyevin dövründə onu əvəzləyən sual düşsə ki, Heydər Əliyev kimin prezidentlik vəzifələrini müvəqqəti olaraq icra eləyib? Əbülfəz Elçibəyin müvəqqəti olaraq icra eləyibdi. İsa Qəmbər isə müvəqqəti olaraq Ayaz Mütəllibovdan sonra prezidentlik səlahiyyətlərini icra edən şəxs olubdu. İsa Qəmbər. Bir də belə bir sual salmışlar. Aha. Deyirəm, aydındır. Bir də belə bir sual salmışlar ki, Cocuq Mərcanlı, eşitmisiniz də məşhurdur bu ərazinin adı da. Cəbrayılın ilk azad olunan kəndi Cocuq Mərcanlı kəndidir. Və sual salmışlar ki, 2016-cı ildə azad olunan ərazilər çoxsu Cocuq Mərcanlını götürmüşdü. Xeyr, Cocuq Mərcanlının azad olunması 94-cü ilin yanvar ayına aiddir. 94-cü ilin yanvarında azad olunmuşdu, amma biz ora girə bilmirdik. Çünki Lələtəpə yüksəkliyi ermənilərdə idi deyənə nəzarət onların əlində idi. Yəni biz Cocuq Mərcanlıya keçə bilmirdik. Ta ki 2016-cı ildə Lələtəpə yüksəkliyinin azad olunmasından sonra artıq Cocuq Mərcanlı bizim özümüzə qayıtdı. Tam olaraq biz ora yerləşə bildik. Azərbaycanda böyük qayıdış proqramı hazırlanıbdı. İlham Əliyevin layihəsidir. Onun tərəfindən icra olunur. Böyük qayıdış çərçivəsində ilk dəfə bu proqram çərçivəsində 2016-cı ildə həyata keçirilibdi. Cocuq Mərcanlıya köçübdü əhali. Köçkünlər. Çünki çoxsu elə bu Qarabağ müharibəsindən sonra götürür. Bu yanlışdır. 2016-cı ildə ilk dəfə bu proqram həyata keçirilib. Sonra Ağıllı kənd layihəsi. Hansı rayonumuzda tətbiq olunub bu layihə? Ağdamdaydı da deyirsən. Zəngilanda. Zəngilanda, hə, Zəngilanda. Ağıllı kənd layihəsi idi bu. Bu da böyük qayıdış proqramı çərçivəsində hazırlanıbdı. Və bir də onda qeyd eləmək istəyirəm, oxuyanda o hissələrdə diqqət edin, enerji sahəsinə, yaşıl enerji ilə bağlı. Azərbaycanda bu gün hal-hazırda yaşıl enerjiyə xüsusilə diqqət ayrılıbdır. Ən əsası ilə yaşıl enerji zonası 2 yer belə adlandırılır. Bir, işğaldan azad olunan ərazilərimiz, bir də Naxçıvan. Yaşıl enerji zonası elan edilibdir. Nədir yaşıl enerji? Yaşıl enerji bərpa olunan enerjiyə deyilir. Yəni, siz bilirsiniz ki, neftdir, qazdır, bunlar tükənən enerjidir. Bitsə, yəni biz artıq qala bilərik. Amma Azərbaycan hal-hazırda sürətli şəkildə yaşıl enerjinin tətbiqinə keçib ki, bu isə günəşdir, su elektrik stansiyalarıdır, yəni su enerjisidir, külək enerjisidir. Bunların yaradılmasına, hətta Avropaya belə satışına hazırlaşır. Artıq bununla bağlı danışıqlar da gedir Avropaya satılması ilə bağlı. Bu enerji çərçivəsində Azərbaycanın əsasən su elektrik stansiyaları ən çox Qarabağ bölgəsində tikilməyə başlanılıb. Çünki orada çaylar curaxarlı olduğuna görə, məsələn bu coğrafiyadan düşə bilər. Cur sulu olduğuna görə və bir də yüksəkdən dağlıq zonada, yüksəkdən aşağı gəldiyinə görə daha sürətlidir. Buna görə su elektrik stansiyaları orada daha çox quraşdırılır. Günəş panelləri ilə günəş enerjisi isə daha çox Naxçıvan bölgəsinə xasdır. Bundan əlavə olaraq bu Abşeronda da vardı. Abşeron bölgəsində də bərpa olunan enerji yaradılmağa başlanılıbdır. Başqa toxunmadığımız. Bu günlük bəlkə yekunlaşdıraq, Cünay xanım. Olar, yekunlaşdıra bilərik. Oldu. Çox sağ olun. Yəni əgər suallarınız yoxdursa mənə. Bir sual yoxdur, materialları da oxuyarıq. Yəni ətraflı məlumat da verdiniz.
Gələn dəfə testin üzərindən gedəcək. Yusif bəy, sizin nəsə demək istədiyiniz və yaxud da əgər istəyirsə Vüsal bəy çıxsın. Vüsal bəy, Yox, belə bir müəllimin dediyinə razılaşıram. Biraz düz yorğunçuluqda adamlar danışdıqca ancaq səs gəlir, yuxu gəlir. Elə yaxşı. biraz tez yekunlaşsaq sabahlarım rahat baxarıq. Oldu. Çox sağ olun da. Təşəkkür edirik. Sənə də. Çox sağ olun. Sağ olun. Sağ Gecəniz olun. xeyir olsun. Xeyrə Sağ olun. qalsın. Sağ olun.